Azərbaycanda pensiya yaşı ilə bağlı yeni təklif gündəmə gəlib. Millət vəkili Vüqar Bayramov 3 və daha çox uşağı olan analara pensiyaya çıxarkən güzəştlər tətbiq edilməsini təklif edir. Mənim 3 evladım var. Əlbəttə ki, azalsa vaxt bizim hamıya xeyridir, bizə də xeyri var. 3 və daha çox uşağı olan analara pensiya yaşında güzəşt tətbiq olunması ilə bağlı təklif cəmiyyətdə də maraqla qarşılanıb. Mənim bacım xəstədir, 59 yaşı var. 60 yaşında qadın üçün olsaydı, o alardı gələndilər. Əlbəttə ki, yaxşı olardı. Kişilərdən fərqli olmalıdır da. İndiki zamanda əsas qadınların üzərinə düşür də yük. Ondan əlavə də ki, onların səhhətləri də nəzərə alınmalıdır ki, azaldılsa daha yaxşı olar. Qadınların tələbatı daha çox olur da indiki devirdə. Ona görə də azaltmaq daha yaxşı olar. Bəzi Avropa ölkələrində bu təcrübə mövcuddur. Millət vəkili Vüqar Bayramov deyir ki, Azərbaycanda da bu qaydanın tətbiqi məqsəd uyğun olar. Xüsusən də 3 və daha çox uşağı olan ailələrdə ananın daha tez pensiya çıxmaq hüququnun verilməsi və bu zaman təbii ki, uşaqların sayına uyğun olaraq məhz ananın pensiya yaşının azaldılması məqsəd uyğun olardı. Eyni zamanda tək qadınların daha tez pensiya çıxmaq hüququnun verilməsi məqsəd uyğundur. Bu həmin vətəndaşlarımızın sosial təminatı baxımından vacibdir. O baxımdan biz keyfiyyət meyarları əsasında pensiya yaşının diferensial olaraq müəyyənləşdirilməsini təklif edirik. Millət vəkilinin sözlərinə görə pensiya islahatı çərçivəsində yalnız kəmiyyətin deyil, həm də keyfiyyət meyarlarının tətbiqi vacibdir. Ona görə də bu sosial təminata ehtiyacı olan vətəndaşlar üçün daha ədalətli bir sistem yaradacaq. Fidan Səfər, Bəkir Əşimov, Space xəbər.